danışmağa başladığımız ilk gündən nəsə satırıq. İstəyimizi, kaprizimizi, inkarımızı. Məhsulu bazara çıxarmamışdan öncə bazar araşdırılması olunmalı. Məhsul çıxarılandan sonra düzgün target auditoriyası təyin olunmalı. Target auditoriyası təyin olduqdan sonra isə düzgün satış strategiyası yazılmalıdır. Bundan sonra artıq həmin məhsulu sata bilərik. Marketinq alıcını, potensial alıcını formalaşdırır. Ona o bilgini verir və onu qapıya gətirir. Qapını açan isə satış departamentidir. Gəlin ilk növbədə qəbul eləyək ki, biz məhsul və yaxud da ki, mal almırıq. Biz emosiya alırıq. Əziz dostlar, dəyərli izləyicilər, hər birinizi xoş gördük. Konsultant podkastı efirdədir və həmişə olduğu kimi biz Azərbaycanda kifayət qədər öz sahəsində tanınmış, təcrübəli, peşəkar mütəxəssisləri dəvət edərək onların öz sahələri üzrə tövsiyələrini, iş prosesində yaşadıkları maraqlı məqamları dinləyirik. Onlar bizimlə bölüşürlər və həmişə olduğu kimi biz bir-birinə dəyərli qonaqları studiyamızda görməyə şadıq. O cümlədən də bugün studiyamızın qonağı çox peşəkar birisidir. Satış mütəxəssisi Ramil Abdulovdur. Ramil bəy, xoş gəlmisiniz. Təşəkkürlər, çox sağ olun. Çox təşəkkür edirik ki, gəlmisiniz, bizi sevindirmisiniz. Çünki biz satışla bağlı çox yaxşı suallar hazırlamışıq və istəyirik ki, bunları biraz açıqlıq gətirəsiniz və dinləyicilərimiz də satışla bağlı müxtəlif qeyd edəcəyimiz məqamları öyrənsinlər və yeni bir şeylər öyrənsinlər. Ramil bəy, necəsiz? Əla, çox sağ olun. Yaxşıyam. Gözəl gündə də bura dəvət etdiyiniz üçün minnətdaram. Sizinlə bir artıq birinci əməkdaşlığımız deyil. Buna görə də şadam, inanıram ki, əməkdaşlığımız Bizim üçün də çox xoşdur. Təbii ki. İcazə verirsə, satışla bağlı, yəni sizin belə deyək də əsas fəaliyyət istiqamətiniz və artıq sözünüzü demiş olduğunuz bu satışla bağlı belə deyim, maraqlı suallara keçək. İlk olaraq belə bir şey soruşum. Məsələn, o bir anlam var, deyir, yaxşı məhsul özü-özünü satır. Sizcə bu riskli fikirdir, yoxsa həqiqətən belə deyək də, yaxşı məhsul özü-özünü sata bilərmi? Tamam. Yaxşı sualdır, qəşəng sualdır. İlk növbədə bütün dinləyiciləri, bütün seyr edən hər bir kəsə salamlayıram. Çox sağ olun vaxt ayırıb baxdığınız üçün. Sualınıza gəldikdə, sual qəşəng qoyulub. Anlam olaraq bu məhsul, yaxşı məhsul özünü sata biləcək bir anlamı səhv bir məlumatdır. Nəyə görə? Çünki məhsul və ya xidmət fərqi yoxdur, nə olur olsun, onun dili yoxdur. Onun bir promotionu, özü-özünü promotion eləyə bilmir. Bu sadəcə olaraq bir məhsuldur. Məhsulu satış prosesinə başlamamışdan öncə onu auditoriyaya göstərmək lazımdır. Göstərdikdən sonra isə auditoriyadan geri feedback almaq lazımdır. Yəni ilk olaraq nə olduğunu anlamalıdırlar və ondan sonra geri dönüş eləməlidirlər ki, hə biz bunu bu şəkildə anladıq və bundan məsələn bu şəkildə faydalana bilərik kimi o reaksiyanı alıcıda siz görməlisiniz. Bəli, istifadəçi, alıcı nə adlandırırıq, məhsulu tanımalıdır. Məhsul çünki özünü sata bilmir. İlkin addımlarda. Məhsul etirazla işləyə bilmir. Məhsul özünü sevdirə bilmir. İlkin addımlarda yenə də təkrarlayıram. Çünki məhsulu bazara çıxarmamışdan öncə bazar araşdırılması olunmalı. Məhsul çıxarılandan sonra düzgün target auditoriyası təyin olunmalı. Target auditoriyası təyin olduqdan sonra isə düzgün satış strategiyası yazılmalıdır. Bundan sonra artıq həmin məhsulu sata bilərik. Bu günləri təəssüflər olsun ki, bir çox məhsullar var, böyük şirkətlər var, hansıları ki adlarını biz özümüz də tanıyırıq. Birinin misalını çəkmək istəyəcəm, çünki bu reklam deyil, Google şirkətinin reklama bir ehtiyacı yoxdur. 2013-cü ildə Google şirkəti innovativ bir irəliləyiş götürdü. Google Glass adlı bir məhsulu çıxartdı orada və bu məhsul batdı, təəssüf olsun. 2024-cü ildə proyekt tam olaraq Ondan da işləməmişəm, demək ki, batıbsa. Bəli, Google Glass batdı və o öncəki məhsulların texniki supportu dayandırıldı, yeni məhsullar istehsal olunmadı və proyekt tam olaraq bağlandı. Səbəb 2013-cü ildə Google şirkəti bu məhsulu çıxaran zaman bu o illər üçün o qədər innovativ bir məhsul idi ki, məhsul yiyəsi düşündü ki, bu məhsul özü-özünü satacaq. Bu məhsulun tanıtmağına, bu məhsulun zaman məsələsindən tez belə deyək, bazara sunuldu. Yox, düz vaxtında çıxmışdı. Sırf innovasiyanın inkişaf edəcək ilk addımlarında çıxdı məhsul. Sadəcə olaraq məhsul o qədər təzə idi ki, o məhsulu önəmliyi nədir? O məhsul sənə hansı hissləri yaşadır? Mahiyyətini anlamadı auditoriya. Bəli, auditoriya onu anlamadı. Onu banlatmaq lazım idi. Və bu kimi misallar çoxdur. Adətən biz düşünürük ki, Google, Meta, Apple, bir çox şirkətlər, Tesla, bir çox şirkətlər var, hansılarda ki, zəkalı insanlar əyləşirlər və onlar səhv edə bilməzlər, amma olur. Bu səhv insana xas olan bir şeydir. Heç kim ondan sığortalamayıb. Amma məhsul özü-özünü sata bilər? Yox, özü-özünü məhsul sata özü-özünü sata bilməz.
Növbəti sualımız belə deyək də gündəlik həyatla bağlı bir şey. Adətən deyirlər ki, gündəlik həyatda insanlar özləri də bilmədən satış edir. Nəyisə satır, nəyisə kiməsə təqdim edir. Yəni bunu həqiqətən normal satış kimi qəbul edə bilərik. Gəlin onu Bilmədən də olsa. normal satış kimi deməyək, amma hər bir kəs gündəlik həyatda nəsə satır, tam olaraq 100% doğrudur. Biz danışmağa başladığımız ilk gündən nəsə satırıq. İstəyimizi, kaprizimizi, inkarımızı, istəməməyimizi hər bir zaman nəsə satırıq. Hər bir şeyimizi istəyib istəməmək də. Bəli, istəyib istəməmək. Yəni ilkin azanlarda valideynlər deyir ki, bayıra çıxma. Sən istəyirsən axı çıxmaq və sən o bayıra çıxma. Oğlu ilə oynama. Oynama. Bu etirazdır. Bəli. Bu valideynin sənin qarşında, sənin istəyinin qabağında qoyduğu etirazdır. Sənin bayıra çıxmağın bu satışdır. Mən bunu satmaq istəyirəm bu anlamı valideynimə ki, mən bayıra çıxım. Və etiraz gecdir, etiraz gec gəlmə, etiraz olmaz, etiraz dərsə ilə çıx və ilkin yaşlarda biz başlayırıq bundan işləməyə. Və biz onu artıq başlayırıq addam. Formalaşır ya. Formalaşır içəridə. Bunlar gündəlik həyatımızda. Dostlarla harasa çıxırıq və dostlarımıza vaxtı yoxdur. Bu günləri mən bir dostu yola gətirirəm, ikinci dostu yola gətirirəm, üçüncü dostu yola gətirirəm. Onların öz etirazları var. Bu gün yox sabah, ora yox başqa yerə. Gəl buna ertələyə növbətə. Seçimlər var. Etirazdır. Onlar hamısı etirazdır və biz onları satırıq. Yəni hər bir insan gündəlik həyatında özü bunu bilmədən satış ilə məşğuldur. Gündəlik həyatında. Sadəcə olaraq fərq nədədir? Bu professional mühitə gəlib düşəndə subyektiv satış çevrilir olur professional bir xidmət satışına və yaxud məhsul satışına. Orada bir çox insanlar özünü sıxa bilər ki, görəsən mən bunu sata biləcəm yoxsa yox, amma sadəcə olaraq insan bir şey anlamalıdır. Danışmağa başlayan gündən biz hər zaman nəyisə satırıq kiməsə. Fikrimizi, istəyimizi və yaxud əksinə istəməməyimizi. Belə bir məsələ var. Demək, satış və marketinq adları həmişə birgə çəkilir və düşünürlər ki, bunlar bir-birinə çox qarışmış bir belə deyək, fəaliyyət sahələridir. Bəziləri bunu fərqini anlayaraqdan deyir, bəzi fərqini anlamadan deyir. Ümumiyyətlə sizcə satış və marketinq arasındakı real fərqlər nələrdir və şirkətin fəaliyyəti baxımından satış və marketinq şöbələri, məsələn departamentləri ümumiyyətlə necə işləməlidirlər? Çox gözəl suala toxundunuz. Bu günləri indiki mühitdə marketinq və satış şöbələri bir-biri ilə sıx əlaqədə işləməlidirlər. Nəyə görə? Mütləq şəkildə. Nəyə görə? Marketinq kimdir? Marketinq auditoriyanı formalaşdırır, məhsulu tanıdır. Marketinq bir anda minlərdən insanla danışa bilər. 10 minlərdən insanla danışa bilər. Target auditoriya, reklam və s. və ilaxır. Marketinq nə edir? Marketinq alıcını, potensial alıcını formalaşdırır. Ona o bilgini verir və onu qapıya gətirir. Qapını açan isə satış departamentidir. Qapını açıb müştərini içəri buraxıb ona satışı eləyib, etirazlarını işləyib, istəyini eləyib, upsell, cross-sell eləyib, Bütün onu formalaşdıranda belə deyək. bəli, satışı realizə edib qapıdan bayıra çıxarmalıdır. Yəni marketinq şöbəsi hər hansı bir məhsulun, xidmətin mahiyyətini istifadəçiyə, alıcıya çatdırır, amma onun son nəticədə satılması və şirkətə mənfəət gətirməsi satış departamentinin Onlar üzərinə düşür. niyə görə sıx əlaqədə olmalıdırlar bu iki dənə şöbə? Çünki məhsul satan zaman və ya xidmət satan zaman fərqi yoxdur, nə olursa. Marketinq targeti, reklamı düzgün formalaşdırmalıdır. Satış da o reklamda olan məlumatı düzgün formada müştəriyə çatdırılmalıdır. Bəzən elə bir ssenariyalar olur ki, marketinq gözəl bir reklam çarxı hazırlayır, gözəl məhsulun üstünlüklərini və digər plusları qeyd edir ora, müştəri cəlb olundu, marketinq öz işini gördü. Müştəri gəlir satış departamenti içərisinə, satış ona tam başqa bir məlumatı verir. Yekun etibarilə nə baş verir? Müştəri özünü aldanmış kimi hiss edir. Bu aldanmayıb. Texniki olaraq bunu heç kim aldatmayıb. Sadəcə olaraq verilən məlumat uzlaşmayıb marketinq və satış departamentləri arasında. Nə etmək lazımdır bunun üçün? Sadəcə olaraq marketinq, satış departamenti bir-birinə sıx əlaqədə olmalı. Onların ümumi bazaları olmalı. Satış şöbəsi marketinq şöbəsinə müştərinin iradlarını bildirməlidir. Ki, marketinq şöbəsi reklam yaradan zaman o iradların heç olmasa bir 70%-ni artıq üstələməli olsun. Tanıtımda onları nəzərə almaq. Bəli, marketinq şöbəsinin yaratdığı reklam çarxı və ya hər hansı bir reklam məhsulu barədə satış departamenti məlumatlı olmalıdır. Ki, sabahları marketinqin sayəsində gələn müştəri satışın qabağında olanda artıq başqa məlumat əldə etməyib çıxmasın auditoriyalara. Çünki əgər mən bu günləri hər hansı bir avtomobilin reklamını görürəmsə və reklamda mənə yaşadılan o emosiyaları marketinq şöbəsi mənə satdısa, mən artıq gedirəm avtosalona və istəyirəm orada həmin
avtomobilə əyləşdikdən sonra o emosiyaları görür. O Əgər hissiyatı alandan o hissiyatı sonra alan, artıq məhsulu almaq istəyirsən. bəli, əgər satış meneceri mənim emosiyalarımı qarşılaya bilmirsə, o deməkdir ki, artıq mən sınmış sayılıram içimdə. Qəlbim sınmış sayılır və nə boyda hansı formada endirim təklif etsələr, hansı formada güzəştlər təklif etsələr, o müştəridən ikisi alar və ya almaz. Ona görə satış departamentinə, marketinq departamenti birgə işləməlidir. Təəssüflər olsun ki, bir çox şirkətlərdə, istər yerli, istər xarici şirkətlərdə bu iki departament nəinki bir yerdə işlədir. Hətta qarşı-qarşıya gəlir. Qarşı-qarşıya gəlir. Çünki düzgün konsolidasiya olmadıqda bu iki departament arasında Çox ciddi problem. ciddi problemlər nədir? Maliyyə etkiləri ola bilər. Bir, maliyyə ən əsas maliyyə etkiləridir. Söhbət targetdən getmir, auditoriyadan getmir. Nə qədər insan gəldi, nə qədər insan xidmət olundu, ondan getmir. Söhbət maddi itkilərdir. Şirkət başlayıb maddi itkilərlə qarşı-qarşıya durmağa və ən pisi odur ki, marketinq deyir ki, mən öz işimi gördüm, satış edə bilmədi. Satış deyir ki, Bir-birinin üzərinə atırlar. bəli, mən eləyə bilərdim, marketinq mənə müştəri gətirmədi. Və sadəcə olaraq bunlar birlikdə işləməlidir. Çünki bu iki dənə departament pul gətirən, şirkəti irəliyə aparan bir departamentlərdir. Bir çox şirkətlərdə bayaq dediyim kimi bunlar nəinki birgə işləmir. Hətta bir-biri ilə danışmayan bir dənə qonşu effektini yaradır. Hərəsi öz işi ilə məşğuldur. Burada bir şey yadıma düşdü. Demək, bəzi məhsulların reklamlarında o bağışladığı xoş təəssüratın nəticəsi olaraq məsələn dostlarda, yoldaşlarda görmüşdüm, məsələn o təcrübə olaraq belə deyək də yadımda qalıb. Reklamı yaxşı idi, məhsulu yaxşı tanıtmışdılar. Amma məsələn mağazalardan soruşurdular, həmin məhsul yoxdur. Sən demə bu xüsusi mağazalara verilmiş, başqa yerlərdə yox imiş. Onu məsələn reklamda qeyd eləməsələr ki, bu məhz filan deyək ki, marketlərdə tapa bilərsiniz, filan mağazalarda tapa bilərsiniz. Onu qeyd eləməsələr, artıq müştəri elə deyək də mahiyyətini anlayıb istəyi yaranan hər hansı bir məhsulu gedib istədiyi yerdə tapa bilməyəndə orada da istək avtomatik neqativ bir hissiyata çevrilir. Alıcı pis olur tapa bilmədiyi məhsula görə və indi kimsə çox istəkli olarsa onu başqa yerdən araşdırmağa başlayır, amma əsəbləşən, yəni hissiyatı belə deyək də neqativə çevrilən birisi o məhsulun dalıyıcı artıq düşməyəcək. Dolayısıyla nə olur? Yəni satış və marketinq şöbələrinin məqsədi son nəticədə satmaq və şirkətə mənfəət gətirmək idisə əgər, o məhsul son istehlakçıya çatmalıdır, doğrudurmu? Bəli. Yəni ona görə məsələn bəzi məhsulların reklamlarında deyir ki, Azərbaycanın bütün mağazalarında tapa bilərsiniz və ya bütün deyək ki, bəlli marka şəbəkə mağazalarda tapa bilərsiniz kimi ifadələr işlənir. Bu tam belə dediyiniz bayaqki məqamla üst-üstə düşür ki, məsələn marketinq tanıtdı, amma əgər müştəri gedib onu tapmadısa, alıcı tapmadısa, o məhsulun satışı avtomatik iflic vəziyyətə düşür. Şöbələrin bir-biri ilə belə deyək də müştərək çalışması çox əhəmiylidir. Tam doğrudur. Yəni bu günləri əgər müştəri mağazadan, brenddən fərqi yoxdur. Nədən inciyirsə, artıq incimir sayılır və onun gedib digər bir rəqabətindən məhsul, xidmət və ya avtomobil alır. Bəli, eynən. Növbəti sualımızı ünvanlayımsa, demək şirkətlərin satışla bağlı tətbiq elədikləri hər hansı bir universal bir satış modeli varmı və şirkətlər hansı modellərdən uğur qazana bilərlər? Qəşəng sualdır. Gəlin ilk növbədə qəbul eləyək ki, biz məhsul və yaxud da ki, mal almırıq. Biz emosiya alırıq. Hissiyat alırıq. Biz aldığımız hər bir məhsulun hissiyatını hiss eləmək istəyirik. Yaşamaq istəyirik. İstəyir bu qəzet olsun, istəyir bu avtomobil olsun, istəyir bu geyim olsun, bu bizə nəsə verməlidir. O ki qaldı əsas patern, bəli, var, məhsulu yox, hissiyatı satmaqdır. Mən sizə qısa olaraq üç dənə nümunə gətirəcəm. Hamımızın tanıdığı Nike. Nike Just do it. Just do it. Düzdür, indi dəyişiblər artıq o sloqanı. Amma uzun illərlə Just do it sloqanı bu öndən də idi. Milyonları da satıb. Nədir? Sport ayaqqabıları satır Nike? Yox. Nike sport geyimlər satır? Yox. Nike nə satır? Hissiyat satır. İndividuallıq satır. Bu günləri Just do it və o Nike-ın emblemi üçü insanlar pullarını sərbəst şəkildə verirlər. Nəyə görə? Çünki o hissi öz bədənlərində, öz ayaqlarında, o individuallığı ümumilikdə mühitdə hiss etmək istəyirlər. Bu birinci misal. İkinci, O fərqindəliyi alırlar. almaq istəyirlər. İnsanlar hissi yaşamaq istəyirlər. Və bunu öz istəkləri ilə alırlar. Bəli, Heç kim onları məcbur eləmir. Nəyə görə? Çünki Nike düzgün formada marketinq və satış strategiyası qurub. İkinci, Starbucks. Aha.
Bu gün Starbucks nəyə anladı? Qısa bir dokumental rolik var bu Starbucks haqqında. Hamıya məsləhət görürəm, baxsınlar. Starbucks anladı ki, ev ilə iş arasında üçüncü məkan bizim məkandır. Evet. Və onu anladıktan sonra Starbucks nə etdi? Öz kofe shoplarında rahat bir mühit yaratdı ki, insanlar oraya rahatlıqla daxil olsunlar. İnsanlar orada sərbəst şəkildə əyləşsinlər, sərbəst şəkildə dincəlsinlər. Və bu günləri həmin o ideologiyanın sayəsində Starbucks dünyanın bütün demək olar ki, ölkələrini əhatə edir. Evet. Kofedə mi məsələ? Yox. Məsələ o kofedə deyil. Məsələ sırf olaraq o hissin bir damcı da olsun özünə çəkməsidir. Rahatlıq. O rahatlıqdır, o individuallıq. Hamı sadəcə olaraq o mühitin bir parçası olmaq istəyir. Üçüncü bir misal Hyundai. 2008-in krizisi hamımız yadında xatırlayırıq. Amerikada başladı. 2009-cu ildə Amerika avtomobil bazarı 37% aşağı düşdü satış qabiliyyəti. Və bazarın 37% aşağı düşməsinin qarşılığında bir çox avtomobil istehsalçıları, lokal Amerika avtomobil istehsalçıları krizislə üzləşməyə başladılar. Hyundai nə? Hyundai bu krizisi öz üstünlüyünə çevirdi. Avtomobil industriyasının krizisinin səbəbi o değildi ki, insanlar maşın almaq istəmir. O idi ki, insanlar avtomobili alıb onun pulunu necə ödəyəcəyini bilmirdilər. Çünki krizis idi. Hyundai belə bir kampanyaya girdi o bazara. Dedi ki, avtomobili alın, ödəyə bilmədiyiniz halda kredit ilə avtomobil alan zaman avtomobili ödəyə bilməsəz, işsiz qalsaz, hər hansı bir maddi itki ilə qarşılaşsaz, hər hansı bir fəsadsız və kredit tarixçəsinizin pozulmaması şərti ilə avtomobili geri qaytara bilərsiniz. Çox maraqlı bir həqiqətən kampaniya. İnsanlar avtomobil aldılar, yox, əminlik aldılar. İnsanlar Hyundai əyləşdilər və avtomobili sürdülər, bildilər ki, sabahları əgər nəsə düz getməz, Negativ bir şey işdən olarsa. çıxsa, negativ bir şey olarsa mən avtomobili qaytaracağam, qaytara bilərəm. fəsadım olmayacaq, kredit tarixçəm pozulmayacaq və 37% enişin qarşılığında Hyundai ilin sonuna 14% öz satışlarını artırdı. Keçən ilin nisbətən krizisin daxilində. Bu 3 dənə misalı nəyə görə gətirirəm? İnsanlar sadəcə olaraq emosiya almaq istəyirlər, əminlik almaq istəyirlər və o yaradılmış mühitin bir parçası olmaq istəyirlər. Bu da paxır. Həqiqətən çox önəmli mədəni. Belə bir sual var. Demək ki, çox şirkətlər bazara yaxşı məhsullar çıxarırlar, amma bəzən hansısa səhvlər o yaxşı məhsulu və onun satışını uçuruma doğru aparır. Dolayısıyla o şirkətdə sübuta doğru gedir. Sizcə bu sübuta doğru gedən yolda ən önəmli buraxılan səhvlər hansılardır? Bayaqları danışığın əvvəlində dediyim kimi bəzən iri şirkətlər olur, hansıların ki biz uçurumuna inanmırıq. Çünki onlar fikirləşirik ki, orada erozivli insanlar əyləşir, yüksək mütəxəssisli kadrlar əyləşir, yüksək bilikli kadrlar əyləşir və onlar səhv edib. O şirkətlər heç vaxt sübut etməz deyə bir. Amma var. 3 dənə əsas səhv var. Bu əsas səhvi tək mən subyektiv olaraq demirəm. Bunu araşdırmalar da deyir. Araşdıra bilər bizim dinləyicilərimiz. Birinci səhv məhsulu insanların istəyindən daha çox sevməkdir. Yəni şirkət öz məhsulunu o qədər sevir ki, o qədər ayrıla bilmir ki öz məhsulundan. İnsanlar Öz evladı kimi. evladı kimi. İnsanlar bunu qarşılayır, qarşılamır. İnsanlar nə istəyir, alıcı nə istəyir, onun fərqi də varmı? Misal, Sadəcə öz məhsullarına fokuslanırlar. Bəli. Yəni alıcının istəyinə fokuslanmır. alıcının istəyinə fokuslanmır. Misal, primitiv bir misal, Kodak şirkəti. Hamı tanıyır. 1975-ci ildə Kodak dünyada birinci dəfə rəqəmsal kameranın prototipini yaratdı. Birinci bunlar yaratdılar. Yəni Kodak o dövrlər üçün yüksək bir massiv bir şirkət idi və hamımız bilirik ki, fotoaparatlar üçün fotoplyonkalar hazırlayır. Uşaqlıq dövrlərimizə qədər Bəli, bəli. gəlib Və çatdıq. o plyonkanın üzərində biz böyümüşük, açırdıq, baxırdıq. O 70-ci illərdən ora qədər çox belə baxanda 25-30 ilə yaxın bir perioddan söhbət gedir. Bəli, uzun bir perioddan danışırıq. Biz amma buna baxmayaraq birinci ilki bunlar atdılar 75-ci ildə. Amma nə oldu? Məhsullarını o qədər sevirdilər ki, o plyonkaları o qədər sevirdilər ki, bu innovativ bir açılışı qoydular qırağa. Və bunlar nə qədər ki öz məhsullarına öz sevgisini, öz istəyini göstərə-göstərə rəqiblər inkişaf etməyə başladılar. Və artıq elə bir dövrə gəldik çatdıq ki, plyonkalara ehtiyac yox idi və rəqəmsal fotoaparatlar ciddiləşmişdi. Hər bir şey artıq rəqəmsala çevrilən bir zaman Kodak istədi ki, o məhsulunu yenidən bazara çıxartsın, alınmadı. 2012-ci ildə Kodak bankrot oldu və şirkət bağlandı. Bu birinci səhvdir. Yəni məhsulunu o qədər çox sevirsən ki, insanların, alıcıların feedbackinə sən heç bir önəm vermirsən. İkinci, Çox böyük səhvdir həqiqətən. bəli, ikinci sistemsiz satış. Bir çox şirkətlərdə bütün satış sistemsiz olaraq
bir menecerin üzərində cəmləşdir. CRM yoxdur. Hər hansı bir alət yoxdur. Analiz olunmur. Sadəcə olaraq satış cəmlənir bir nəfərin üzərində və həmin şəxs işi tərk etdikdən sonra uçur. Çünki data yox, sistem yox, CRM yox, analiz yox. Yəni satış prosesi sadəcə bir nəfərin üzərində qurulmuş olur. Bəli, Əgər bəli. o işi tərk eləsə, bütün satış prosesi Dayanır. qurulmuş sistem uçur. Çökür. Çünki müştərilərin siyahısı, leadlər, CRM-lər, konversiya, bunlar hamısı sistematik olaraq şirkətin içində olmalıdır. Müştərinin, satıcının üzərində olmamalıdır. Çünki satıcı gedərək həmin bu məlumatı özü ilə aparır. İlk gün etibarilə şirkət qalır sadəcə olaraq heç nəsiz. Üçüncü səhv satışdan sonrakı olan addımları ignor etmək. Satış bu birinci addımdırsa, təkrar satış bu ikinci addımdır. Çünki satış təkrar satışa gətirir. Təkrar satış yeni bir satışa gətirir və davamlılıq bu prosesi elə bir şəkildə qurmaq lazımdır ki, bu dəyirman kimi daima fırlansın. Bu isə necə etmək olar onu? Ancaq satışdan sonra olan prosesi düzgün formada sistemləşdirmək. Misal üçün Zappos adlı bir şirkət var. Onlar internet mağazaydı. Bunlar nəinki internet mağazanın rahatlığına önəm verdilər. Yox. Bunlar internet mağaza üzrə satış 1-2 klikin üzərində idi. Çox sadə bir. Satdı, yəni internet mağazayam mən. Mən bununla işimi bitirmiş sayıla bilərəm zaten. Yox. Onlar o məhsulu, internet mağazada olan məhsulu satmaq ilə yox, onun düzgün çatdırılması. Çatdırıldıqdan sonra əgər narazılığın varsa, logistika məsələsi. Əgər narazılığın varsa, malı rahatlıqla geri göndərilməsi. Əgər hər hansı bir texniki problemin varsa, texniki şöbənin səninlə 24 saat ərzində həqiqi olaraq əlaqəyə çıxması. Yəni tək sadəcə olaraq hər hansı bir chatbot deyil. Sırf insanlar hansılar ki, səninlə əlaqəyə çıxacaqdılar. Və texniki dəstək şöbəsi telefonda. Hansılar ki, skriptlə səndən danışmırlar. Sənə həqiqətən kömək olmaq istəyirlər. Dərdin var, problemin var, məhsul gəlmədi, çatdı, korobka cırıqdır, ölçülər fərqlidir. Mən bir mal sifariş vermişdim, digər mal gəlir. Bir çox şirkətlərdə bu sadəcə olaraq operatorlardır. Hansılar ki, skriptin üzərində siz bura göndərin, siz məlumatı ötürün bizə, biz baxarıq. Yox, orada sənə sırf olaraq individual yanaşma, real zəng, real zəng sən idi, real bir insanla danışırsan və o sənin dərdini anlayır, o səni başa düşür və o sənə kömək göstərmək istəyir. Bu ona gətirib çıxarır ki, müştəri yenidən o mağazaya yaxınlaşır və yenidən o mağazaya alır. Çünki artıq satışdan sonraki proseslər düzgün qurulub. Yekunda nə oldu? Amazon onu 1,2 milyarda aldı. Həmin internet mağaza və yeritdi öz internet mağazasının üzərinə həmin o sistemi. Yəni tək satmaqla biz bitirməməliyik işi. Satdıq, təkrar satışı, davamlılığı təmin etmək hansı zaman gələ bilər? Əgər müştəri məmnundursa, nəinki maldan, satışdan sonrakı olan proseslər. Deməli, satış sahəsində belə deyək, çalışmaq istəyən yoldaşlar satışla bağlı hər hansı bir şirkətə müsahibəyə gedəndə çox vaxt qarşısına belə qələmi qoyurlar. Bu qələmi mənə sat. Məşhur filmdəki kimi. Sizcə belə deyək də, bu qələmi mənə sat məsələsi niyə bu qədər populyardır və əslində bu qələmi mənə sat prosesində onu dinləyən HR komandası nəyi yoxlamış olur həmin mütəxəssislər? Yəni onun hansı keyfiyyətlərini oradan öyrənmiş olurlar. Jordan Belfort da buna görə çox təşəkkürümüzü bildirir ki, Wolf Wall Street kinosundan qələmi mənə sat dialoqu sırf kinodan sonra daha çox populyar oldu, amma bunun mexanikası ondan daha çox köhnədir və uzun illərdən gəlir. Daha əvvəldən gəlir. Məsələ qələmi satmaq deyil. Məsələ ondadır ki, satış meneceri hansı formada bu prosesə yanaşır. Bir çox insanlar, üzümü tuturam hal-hazırda yeni satışa başlayan insanlara, yeni addımları atmaq insanlara, karyera qurmaq insanlara çox xahiş edirəm. Qələmi satmağa çalışmayın. Qələm satılmayacaq, ehtiyac yoxdursa. O sualın məntiqi qələm olmasın, fincan olsun, şirniyyat olsun, laptop olsun, fərqi yoxdur. Nəyə görə qələmdən tuturlar? Laptopa ehtiyac yaratmaq rahatdır, fincana ehtiyac yaratmaq rahatdır, qələmə ehtiyac yaratmaq çətindir və ona görə o qələmdən edir. Qələmi üstün tuturlar bu sualları. Və həm də ki, sadəcə olaraq bu filmdən sonra daha çox assosiasiya yaradım. Amma məqsəd odur ki, hansı formada düzgün suallar verilir. Bir çox satış menecerlərinin problemi var. Problem az dinləyib çox danışmaqdır. Qələm də ondan irəli gəlir. Bir çox menecerlər deyəndə ki, qələmi mənə sat, qələmi götürürlər və başlayır qələmi tərifləməyə. Və yaxud da ki, hər hansı bir ideya fikir. Çoxu elə anlayır. Sadəcə qələmi tərifləməyə anlayır. Bir sürət başda lazımdır ki, sizə qələm lazımdır. Siz ümumiyyətcə qələmdən istifadə edirsiniz. Siz nəyə görə qələmdən istifadə edirsiniz?
Siz hansı zaman qəlimdən istifadə edirsiniz? İnkişafın və digital bir dövrün pik vaxtında sizə qələm elədi lazımdır. Yəni siz sizə o sualı verən ehtiyac insan, üzərindən getmək lazımdır. o sualı verən insan sizdən soruşmur ki, siz sata bilirsiniz o qələmi yoxsa yox. O insan fikirləşir, o diqqət yetirmək istəyir ki, siz hansı formada fikirləşirsiniz? Sizin mindset hansı tərəfə gedir? Siz həmin o tapşırığı hansı formada həyata keçirmək istəyəcəksiniz? Bir çox insanlar cavab verməyə çalışırlar. Sualı öyrənmədən. Birinci sualı düzgün vermək lazımdır ki, onun əsasında sən cavabı düzgün verə biləsən. Və eyni zamanda ehtiyac yaratılır. Əgər bir insanın qələmə ehtiyacı yoxdursa, sən onu sata bilməyəcəksən. Mümkün deyil. Və bir çox insanlara deyəndə ki, bu qələmi mənə sat, sadəcə olaraq insanları yoxlamaq istəyirlər. Bu insanın fokusu alıcının ehtiyacları üzərindədirmi, yoxsa Öyrənmək istəyirlər ki, bir çox menecerlər, HR, satış meneceri fərqi yoxdur. Mən də o sualı verirəm. İşə götürən zaman mən də o sualı verirəm ki, bu qələmi mənə sat. Mənə maraqlıdır ki, satış meneceri nə ilə başlayacaq işə? Birinci addımı nə olacaq? o prosesdəki onun yanaşması? Biraz yanaşmadır. O sual verirmi? Ehtiyacı öyrənirmi? Ehtiyacı öyrəndikdən sonra ehtiyaca uyğun düzgün suallar verirmi? Sualları verən zaman suallar düzgün formalaşdırılırmı? Bütün bunlar o bir qələmi mənə sat deməklə sadəcə olaraq onun fikrini və iş prosesini hansı formada qurur, o müəyyən. Bacarıqlarını, qabiliyyətini orada hiss eləmiş olursunuz. Sadəcə olaraq o, bilirsiniz necədir? Əgər bir insan düzgün fikirləşə bilirsə, fikirlərini düzgün ifadə edə bilirsə və prosesi düzgün formada, sistemləşdirilmiş formada həyata keçirə bilirsə, o qələm yox. O nə istəyirsən sata biləcək. Əgər düzgün eləyə bilirsə. Yox, əgər mənə deyirlər ki, bu fincanı sat, gəlin qələmi qoyaq bir qırağa. Mənə bu fincanı sat. Tamam, bu fincan falan formada, falan zavodda istehsal olunub və bu fincan hal-hazırda öz istiliyini saxlaya bilir. Siz ora çayı tökdükdən sonra yaxın bir 20 dəqiqə ərzində fincan isti qalır. Bəlkə bu sənin qarşında olan insan heç isti çay içmir. Bu əslində eynən qarşımızdakı fincanı sadəcə tərifləməkdən başqa bir Siz şey tərif deyil. edirsiniz. Bəli. Əgər mənə bu gün desədər ki, bu fincanı mənə sat və mən bu fincanı tərifləsəm ki, bu nə qədər istiliyi yaxşı saxlaya bilir, mən qabaqdakı müştərini itirə bilərəm. Çünki mən bilmirəm o isti çay içir, yoxsa soyuq çay içir. Bəlkə sadəcə su içəcək. Bəlkə Ona sadəcə su fincan lazımdır. Ehtiyacı. Yəni ehtiyac üzərindən. Ehtiyac üzərindən təklif formalaşdırmaq lazımdır. Bu qələmi mənə satın sözünün və təklifinin, sualının axırında, altında cəmi bir şey deyilir. İnsan düzgün ehtiyacı formalaşdıra bilir, yoxsa yox. Satış skriptləri deyə bir şeylər var da. Bu sahədə olanlar yaxşı bilir. Bu barədə nələr deyə bilərsiniz? Skript yoxsa empatiya? Bir də günümüzdə məsələn satışın aparma prosesində süni intellektdən çox istifadə olunur və onlayn belə deyək də satış menecerləri formalaşdırılır. Əslində o insan yoxdur, yəni qeyri-realdır da belə deyək, onlayn şəkildə təşkil olunmuş satış sistemidir. Bunlar nə qədər effektiv nəticə verir? Mənim bir çox insanlarla diskussiya etdiyim və hətta mübahisə etdiyim mövzuya gəldiniz çıxdınız. Skriptlər lazımlı bir şeydir, ehtiyacı olunan bir şeydir, amma əvvəllər. Puxtələşmiş satış menecerinin skriptə ehtiyacı yox. Skript yeni addım atan insanlara lazımdır ki, etiraz gələndə mən nə cavab verim, sual verəndə mən nə cavab verim, bunu istəyəndə mən nə verim və sair və ilaxır. Bu skriptlər lazımdır, bəli, amma puxtələşdikdən sonra isə artıq empatiya işə düşməlidir. Sən müştərini hiss etməlisən. Sən müştərini başa düşməlisən. Sən anlamalısan ki, müştəri harda artıq səni dinləmir. Sən anlamalısan ki, müştəri harda artıq sənin məhsuluna o qədər də inanmır. Sən anlamalısan ki, artıq harda müştəri sənə yox demək istəyir. Hiss etməlisən bunu. Skript bunu verməyəcək sənə. Skript sadəcə olaraq deyəcək ki, sənə bu verilən sualın qarşılığında bu cavabı ver. Amma o sualın verilmə intonasiyası skriptdə var, yoxdur. Müştəri sənlə danışa-danışa sənin bədəninin hansı hissəsinə baxır? Dodağa baxır, gözə baxır, qulağa baxır. Qurduğu o Neverbal olan bir ünsiyyətdən məsələ söhbət gedir. Bu skript yox, skriptdən onlar yoxdur. Skript ilkin addımlarda çox gözəl bir şeydir. Mən ondan istifadə etmişəm. Mən artıq 20 ildir satışdayam. Mən skriptlə başlamışam. Mən təzə başlayan işçilərimin üzərinə skript verirəm. Özüm yazıram skriptləri. Bu çox gözəl bir şeydir. Amma müəyyən mərhələ gəlib çatdıqdan sonra skriptə ehtiyac yoxdur. Çünki əgər satış meneceri müştərini hiss etmirsə, və yaxud dediyim kimi, skript ona kömək eləməyəcək. Ona görə müştərini hiss etmək lazımdır. Müştəri ilə iş sadəcə satış prosesi sadəcə olaraq bir dialoq deyil. Bunun arxasında psixologiya dayanır. Bunun arxasında özünə güvən dayanır. Bunun arxasında özünü müştərinin yerinə qoymaq dayanır. Bir çox hallarda ən yaxşı cavab bunu
almasaz daha yaxşı olar. Mən sizə bunu məsləhət görmürəm. Müştərinin yerinə özünü qoyursan. Sən anlayırsan ki, müştəriyə bu lazımdır yoxsa yox? Empatiya. Empatiya. Bu müştəriyə lazımdır yoxsa yox? Və inanın mənə, mən əgər getsəm hansı bir mağazaya, hər hansı bir məhsulunu da alacağam və müştəri satıcı üzr istəyirəm, mənə qayıdıb desə ki, sən bu malı alma, onun sənə ehtiyacı yoxdur, gəl onun əvəzinə mən sənə bunu verim. Mən ona daha çox inam bəsləyərəm. Nəinki mənə lazım olmayan malı üzr istəyirəm ifadəmə görə. Qızıl-qırmızı üzümə dayanır ki, bu sənə yaxşıdır, bu gözəl bir maldır, bunu al, bunun istehsalçısı budur, falandır, falandır, falandır. İtirdi o məndə. Mən çıxdım, getdim, mənim buna ehtiyacım yoxdur. Çox olur da elə məsələn mağazaya girir deyək ki, bazar sistemində çox olur da biz uşaqlıqda görmüşdük. Gedir məsələn bir məhsulu almağa, amma satıcı onu elə manipulyasiya eləyir ki, belə deyək də, başqa satmaq istədiyi məhsulu elə qəşəng tərifləyir ki, onu özünü onun yerinə qoyub ehtiyaclardan yola çıxaraq da belə deyək ki, sənə əslində lazım olan budur, bu daha keyfiyyətlidir falan deyə onu manipulyasiya edib satır. Bəli. Yəni Yaxında burada empatiya biraz yəqin ki, biraz yox çox rol oynayır. Bir empatiya, iki manipulyasiya. Düzdür? manipulyasiya deməzdim mən buna. Daha çox empatiya deyərdim. Fokusu dəyişdirir. Manipulyasiya bilirsiniz nə vaxt işləyir? Manipulyasiya o zaman işləyir ki, mənə sən müştəriyə lazım olmayan malı ona satmağa çalışırsan. Hə, lazım olmayan mal. Hər bir şey eləyirsən ki, o məhsulu alsın. Çünki bu məhsulun üzərində maya dəyəri çoxdur. Maya dəyəri üzərində bonusların çoxdur. Sən bilirsən ki, sən bu məhsulu satmaqla daha çox bonus alacaqsan. Nəinki bunu satmaqla. Bonus. Amma sən bir dəfə yüksək mayalı məhsulu satıb, oradan 200 manat bonus aldıqda o müştəri ikinci dəfə sənin yanına gəlməmə ehtimalı var. Aha. Amma sən 100 manatlıq bonus verən məhsulu satıb, amma müştərinin istəyinə uyğun olaraq satırsansa, o müştəri yenə də gələcək, dostunu gətirəcək və s. və ilaxır. Aha. Son nəticədə satışın davamlılığını təmin etməkdirsə əgər, Bəli. biraz manipulyasiyadan çox empatiyaya üstünlük vermək lazımdır. Tam Doğru anlamışam. Doğru anlayırsınız. O ki qaldı AI-ya, bir çox insanlar mənlə razılaşmaya da bilər, razılaşanlar da ola bilər. İnsanlar çoxdur, hər birinin subyektiv bir fikirləri var. Bir çox sahələri AI təmin edib əvəz etsə, satış sahəsini əvəz edə bilməyəcək. Çox uzun illər. Nəyə görə? Çünki hissiyat deyilən bir anlam AI-da yoxdur. Hə. Düzgün skript yazacaq. Düzgün etirazla işi yazacaq. Hətta çox bir canlı dialoqa çıxmaq üçün canlı bir səs də formalaşdırılacaq. Səsli dialoqlar da var. Var, səsli dialoqlar var. Amma böyük bir proyektlərdə, misal üçün IT proyektdəyik. Mən özüm IT sahəsindəyim. Bizim proyektlərimiz olur. İl yarım gedir o proyekt. 2 il gedən proyektlərimiz var. Və o proyektlərin içərisində AI heç bir şey edə bilməyəcək. Müştəri ilə danışmaq lazımdır. Müştəri ilə görüşmək koordinasiya, müştəri ilə koordinasiya eləmək lazımdır. Prosesin içərisinə proyekt menecerlərini əlavə etmək lazımdır. Prosesin içərisinə texniki şöbəni əlavə etmək lazımdır. Falan protokollaşdırmaq lazımdır. Bu AI-ın işi deyil. Yəni bu həm də insanla canlı ünsiyyətə çıxmaq lazımdır. İnsan sənə inanmalıdır ki, bu proyekti sənə həvalə etsin. Ona görə haradakı hiss var, o heç bir zaman hər hansı bir süni intellekt tərəfindən süni intellektin üzərinə otura bilməz. Bu mənim subyektiv bir fikrimdir. Özüm informasiya texnologiyaları sahəsindəyim. Bu gün AI-ın üzərində olan bir çox proyektlər satırıq. Bir çox sahələri AI ilə əvəz edə bilirik. Edirik də, görürəm. Amma hissiyat olan bir yerdə süni intellekt hal-hazırda heç bir şey edə bilmir. Çünki canlı deyil də, son nəticədə əvəz edə bilməsi heç bir insanlik. Belə bir maraqlı sual var. Elə bir səhv varmı ki, bu satış sahəsində, yəni bütün satıcılar eləyir onu? Var. Hər kəsin yəni elədiyirsə. Var. Hər kəsin elədiyi bir səhv var. O səhvi mən də etmişəm. O səhvi ilkin addımlarda olan insanlar da edir. Bu elə bir səhvdir ki, bunu nəinki ilkin addımlarda özünü kontrol etməsən, bir çox insanlar edir. Aha. Eşitməmə səhvi. Eşitməmək. Belə bir Çox maraqlı. stereotip var. Gəlim görüşə, təqdimat eləyim, ondan sonra sualları verim. Niyə? Ver suallar. Ehtiyacı yarat. Yaranmış ehtiyacın üzərindən təqdimatı ver. Sən niyə gedirsən müştərinin yanına? Onun 45 dəqiqəsini əlindən alırsan, ona lazım olmayan məlumatı verirsən, sənin portfelində, kataloqunda elə bir məhsullar ola bilər ki, o görüşdüyün insanın o məhsullara nəinki məlumatlanmasına, heç istifadəsinə ehtiyac yoxdur. Amma sən onun 45 dəqiqəsini əlindən aldın və ona lazım olan hissə o 45 dəqiqənin 25 dəqiqəsini əhatə eləyir. Yerdə qalan müddəti sən ona lazım olmayan məlumatları verirsən, o özünə lazım olanları da edə bilər. Suallar mövzusuna gələndə bir çox prezentasiyalar, təqdimatlarda elə bir hala şahid oluruq.
Çıxırlar insanlar, təqdimat edirlər. Sualınız var? Yoxdur sual. Niyə yoxdur? Çünki siz auditoriya lazım olan məlumatı ötürmədiniz. Evet. Siz dəqiqləşdirmədiniz auditoriya sizdən nə istəyir. Və bir çox satış menecerlərinin etdiyi səhv dinləməməkdir. Satış menecerləri görüşə gələn zaman istəyirlər ki, öz fikirlərini ifadə etsinlər, kataloqda olan məhsulu töksünlər ortaya, özlərini tərifləsinlər, məhsulu tərifləsinlər, şirkəti tərifləsinlər. Sonda demək istəyirlər, bir sual versinlər. Buyurun, sizə necə kömək edə bilərik? Ay qardaş, bunu sən əvvəldə ver, ünsiyyətə gir, dialoqu aç. Problemi öyrən. Ondan da qabaq, problemdən də qabaq, sadəcə olaraq sən müştəri ilə özünün arasında emosional bir əlaqəyə yarat, əlaqəyə çıx. Çıxdıqdan sonra isə artıq müştərini özünə qarşı yönəlt. Yönəltdikdən sonra onun dərdini, sərini öyrən. Çünki satış iki yolun üzərindən gedir. Bir inkişafın üzərindən gedir, bir problemin həllinin üzərindən gedir. Ehtiyaclar üzərindən. Mən əgər bu günləri getdim IT-dən, getmirəm, fokuslanmıram IT-yə. Fokuslanaq minimal olaraq ayaqqabının üzərinə. Mən ayaqqabını niyə alıram? Ya mənim ayaqqabım cırılıb, ya da sadəcə olaraq yeni bir ayaqqabı istəyirəm. Köhnəlib yenisinə ehtiyac var. Yəni ya cırılıb deyə almaq istəyirəm yenisini, ya da sadəcə olaraq yenilik istəyirəm. İkinci ayaqqabı yenilik istəyirəm. istəyirəm, hə. Bəli. Və istənilən bir satış bu iki istiqamətin üzərində aparılır. Sual verməmisənsə, sən bilməyəcəksən müştərinin kökündə nə dayanıb. Yenilik istəyir, yoxsa bu sadəcə olaraq ikinci ayaqqabını istəyir, yaxud da ki ehtiyacı var da, yəni yeni bir şey istəyir, cırılıb deyə. Və düzgün sualı vermədikdən sonra, ehtiyacı öyrənmədikdən sonra müştərini danışmağa qoymadı, satış meneceri özü çox müddət danışırsa, bu müştərini yorur, qaçmasa da, bilirsiniz necədir? Yəni korporativ mühitdə müştəri heç bir zaman deməyəcək ki, qardaş, sən çox danışırsan. Gəl bundan da bitirək. Yox, korporativ mühitdə səni dinləyəcəklər sona qədər. Deyəcəklər, çox sağ olun, vizit kartları verəcəklər, deyəcəklər, biz sizinlə əlaqə saxlayarıq. Və sonra ona zəng edəndən sonra səni dəstəyi sadəcə olaraq açmayacaq. Niyə? Çünki sən onu eşitmədin. Hər bir insan eşidilmək istəyir. Biz psixoloji olaraq öz dərdimizi kiməsə danışmaq istəyirik. Sirrimizi kiməsə bölüşmək istəyirik. Bizi başa düşən bir insanla söhbətçi olmaq istəyirik. Bu bizim içərimizdədir. Müştəri də eynən. Müştəri istəyir ki, onu eşitsinlər, ona lazım olan şeyi versinlər. Amma satış meneceri bu şəraiti müştəri üçün yaratmırsa, sadəcə olaraq o müştəri onun yanına geri qayıtmayacaq. Qısa olaraq bütün bunların hamısını formalaşdırıb sualınıza cavab verim. Əsas səhv az dinləyib çox danışmaq. Demək, sonuncu sualınız bu gün üçün satışa yeni başlayan bir insana hansı məsləhətləri verərdiniz, əgər belə bir imkan olsaydı? Ümid edirəm ki, bu video çarxa satışa yeni başlayan insanlar və yaxud da ki, başlayıb və satışdan qaçmaq istəyən insanlar və yaxud da ki, başlayıb sadəcə olaraq alınmır deyən insanlar ola bilər. Mən sadəcə olaraq bunu mənə deyən olmayıb, amma bunu yaşayıb demiş, təcrübənin şu 20 ilin təcrübəsinin qarşılığında bir məsləhətim var hamıya. Etirazdan qorxmayın. Yox sözündən qorxmayın. Yox dünyanın axırı deyil. Görüş təyin etmək istəyirsiniz, yox alırsınız. Məhsul satmaq istəyirsiniz, yox alırsınız. Yox, sadəcə olaraq bir sözdür. Bu, amma bilirsiniz, paradoksal nə olan bir şeydir. Gündəlik həyatımızda biz yüzlərlə yox eşidirik. Çay içirsən, yox. O ana məxsus bir şeylərdir də. Yox, anlayırsınız, biz nə demək istəyirəm? Şirniyyat istəyirsən, yox. Çay içirsən, yox. Gedək bu qəhvə içməyə, yox. Yəni bu sadəcə olaraq bir sözdür, yox. Amma professional mühitə gələndə insanlar istəyirlər ki, mənim verdiyim hər bir təklif hə olsun. Mümkün deyil. Sən satış edən zaman düzgün insana yaxınlaşmaya bilərsən. Zəng etmirsən, sadəcə olaraq düzgün insana düşməmsən, yox itiraf almısan. Sən sadəcə olaraq görüş təyin etmək istəyirsən, zəng edirsən bir şəxsə ki, görüşə çıxasan ona, deyir yox, vaxtım yoxdur. Bəlkə həqiqətən vaxt olmayan bir zamana gəlib çıxmısan. Yox, dünyanın axırı deyil. Yox, prosesin axırı deyil. Yox, işin axırı deyil. Və məsləhətim odur ki, yoxun üzərinə köklənməyin. Yoxun üzərinə fokuslanmayın. Hər bir yox, hər bir etiraz yeni addım atmaq üçün sadəcə şərait yaradır. Düzgün insana çıxmamısan, axtarıb düzgünü tapacaqsan. Düzgün vaxtda zəng etməmisən, sadəcə olaraq başqa bir vaxt ayıracaqsan. Ola bilər, yox aldın, nəyə görə? Çünki sən məhsul haqqında kifayət qədər düzgün məlumat verməmisən. Bəlkə məhsul haqqında düzgün maariflənməmisən. Özün ki, düzgün məlumatı verməyib, yox almısan. İstənilən bir yox, yeni bir mərhələyə bizi aparır. Mən inandırım sizə, Öyrədir hardasa da. 100%. 100% öyrədir. Çünki etirazın səbəbi var. Etirazın səbəbini bəlli etdikdən sonra özün üçün o etirazı aradan qaldırıb növbəti addıma gedirsən. Əgər hər bir zaman bizə
hər bir şeyə, hadisələr biz bilməyəcəyik, nəyə düz etmişik, nəyə səhv etmişik. Səhvlərimizi bilməliyik təbii ki. Yəni axı siz də, yəni gəlin səmimi olaq. Siz bu günləri dostunuza zəng etsəz, desəz ki, axşam çay içək, deyəcək yox. Tamam, bu nə deməkdir? Həmin bu gün insanın vaxtı yoxdur. Siz düzgün vaxtda ona zəng etməmisiniz. Doğrudur. Yoxdur vaxtı. Müştəri ilə də eyni. Zəng edirik müştəriyə. Salam, filankəs, bu gün sizlə görüşə gəlmək istəyirəm. Yox, bu gün vaxtım yoxdur, gəlin sonra danışaq. Yəni bu normal bir şeydir. Yox, insanın vaxtı yoxdur. Ona görə məsləhətim sizə yox sözünü özünüzə katastrofik bir final kimi gətirməyin. Yox, sadəcə olaraq bir sözdür. Rami bəy, dəvətimizi qəbul edib gəldiyiniz üçün çox təşəkkür edirəm. İnşallah növbəti görüşlərimiz də olacaq. Satışla bağlı daha fərqli, ola bilər marketinqlə bağlı da suallarımız ola bilər. Növbəti podkastlarda yenə görüşəcəyik. Çox sağ olun, vaxt ayırıb gəldiyiniz üçün bir daha təşəkkür edirəm. Üzümü tuturum dinləyicilərimizə. Bu tip müzakirələri əgər maraqlı görürsünüzsə və sizə maraqlı olan hər hansı mövzular varsa, bununla bağlı şərhlərdə qeydlərinizi eləyə bilərsiniz. Sizə maraqlı olan spikerləri dəvət eləməyimiz üçün bizə kommentlərdə yaza bilərsiniz. Eyni zamanda spikerlərimizə olan suallarınız varsa, onları da ünvanlaya bilərsiniz və biz bu podkastın davamını çəkə bilərik. Necə ki, yəni maraqlı gələn məqamların daha da dinləyicilərimizə aydın olması baxımından. Hər kəsə təşəkkür edirəm dinlədiyiniz üçün. Çox sağ olun. O cümlədən kanalımıza abunə olmağı və paylaşmağı unutmayın. Təşəkkürlər.